Həzrət Peyğəmbər buyurur, hər kim İxlas surəsini oxuyar, ilk ayəni oxuyan zaman Allah ona 1000 dəfə nəzər salar. İkinci ayəni oxuyan zaman Allah 1000 duasını yerinə yetirər. Üçüncü ayə ilə 1000 istəyini ona verər. Dördüncü ayə ilə dünya və axirət hacətlərindən 1000 dənəsini rəva edər. İmam Baqir əleyhissalam buyurur, Tövhid surəsi Quranın 1/3-nə bərabərdir. İmam Rıza əleyhissalam buyurur, hər kim Tövhid surəsini oxuyar və ona imanı olar, Tövhidi tanımış deməkdir. Həzrət Peyğəmbər buyurmuşdur ki, bu surəni çoxlu oxuyun, çünki Quranın nurudur. Əmir əl-Möminin buyurur, hər kim Tövhid və Qədr surəsini gecə və ya gündüz 100 dəfə oxuyarsa, Allah öləndən sonra qəbrində nur qərar verər və bu nur qarşısında və arxasında qərar tutar və onunla behiştə qədər birlikdə olar. İmam Sadiq əleyhissalam buyurur, hər kim 3 gün keçər və Tövhid surəsini oxumaz, xar olar və iman bəndi halqası ondan götürülər. Əgər o halda ölərsə, küfr halında ölmüş olar. Həzrət Sadiq əleyhissalam buyurur, hər kim gün ondan keçər və 5 vacib namazlarında Tövhid surəsini oxumaz, ona deyilər ki, sən namaz qılanlardan deyilsən. Tövhid surəsinin bərəkətləri. Birinci bərəkət, şəfa verəndir. İmam Baqir əleyhissalam buyurur, hər kimə həmd və Tövhid surəsi şəfa verməzsə, başqa heç bir şey ona şəfa verməz. Bütün xəstəliklər bu 2 surə ilə müalicə olunar. 2. Qızdırmanın müalicəsi. Hər kim Həzrət Fatiməni və övladlarını sevirsə, qızdırmağa düçar olan zaman 100 dəfə Tövhid surəsini oxusun və sonra Allahı Fatimənin haqqına and versin ki, şəfa tapacaqdır. 3. Göz ağrısı. İmam Sadiq əleyhissalam buyurur, hər kim bu surəni göz ağrısına oxuyarsa, Allahın qüdrəti ilə ağrı sakitləşər. 4. Diş ağrısı. İmam Baqir əleyhissalam buyurur, nə zaman diş ağrısı hiss etsən, əlini ağrı olan yerə qoyub, Həmd və Tövhid surələrini oxu və ondan sonra Nəml surəsinin 88-ci ayəsini oxu ki, ağrısı sakitləşər. 5. Təhlükəsizlik. Tövhid surəsi Allahın möhkəm qalasıdır ki, ora daxil olanları amanda saxlayar.